Salam değerli izleyiciler. Azərbaycan və dünya transfer bazarında olduqca maraqlı xəbərlər var. Kimlər gedir, kimlər qalır, kimlər gəlir değerli dostlar. Bir qədər sonra təbii ki xəbərdar olacaqsınız. Qarabağ azarkeşləri üçün möhtəşəm bir xəbər var. Bununla yanaşı Turan Tovuzda ciddi ayrılıq bu klubun gələcəyinə təsir edəcək. Galatasaray komandası dünya şöhrətli futbolçusunu transfer edib. Rəsmi xəbərdir değerli dostlar. Artıq bir neçə rəsmi transfer və ayrılıq xəbərləri var ki, bunları sizin nəzərinizə çatdıracaq. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Olduqca maraqlı bir videonun olduğuna əminəm. Değerli dostlar, videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutmağı unutmayın. Mən isə xəbərlərin geniş təfsilatına keçid alın. İndi isə transfer və futbol xəbərlərini sizin nəzərinizə çatdırım değerli dostlar. Qarabağ komandasından çox saylı xəbər var. Ona görə ilk öncə Turan Tovuzdan bir xəbəri sizin nəzərinizə çatdırmaq istəyirəm. Daha sonra Qarabağ xəbərlərindən keçid alarıq. Turan Tovuz komandasında ciddi ayrılıq xəbəri, ciddi itki saya bilərik bunu Qarabağ daha doğrusu Turan Tovuz komandası üçün. Değerli dostlar, Otto John Turan Tovuzu tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir, Tovuz təmsilçisi hücumçu Otto John'un transferi ilə bağlı Liviyanın Əl Mədinə klubu ilə razılıq əldə edib. Turan Tovuz Otto John'a gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb. 27 yaşlı Nigeriyalı 2023-cü ilin yayında Turan Tovuz'a keçmişdi. Bu komanda ilə 56 oyunda meydana çıxan John 16 gol vurub. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaqdı. Təbii ki, Turan Tovuz komandası Livan klubundan hansısa təzminat qarşılığında futbolçunu keçidinə icazə verib. Amma təzminatın nə qədər olduğu açıqlanmır değerli dostlar. Amma onu da qeyd edim ki, Turan Tovuz komandasının əsas futbolçusu, əsas figuru idi Otto John. Yəqin ki, onun gedişindən sonra Berdiyevin işi çətin olacaq Azərbaycan çempionatında. Değerli dostlar, bildiyiniz kimi kütləvi informasiya vasitələrində günlərdir ki, Qurban Qurbanovun Qarabağdan ayrılacağı ilə bağlı və Portuqaliyanın Sporting klubuna keçəcəyi ilə bağlı xəbərlər dərc olunur. Biz də bu barədə sizləri məlumatlandırmışdıq ki, belə bir istək var, belə bir təklif var. Məsələnin əsli asları isə belədir ki, Sporting komandası Qurban Qurbanova təklif göndərib. Qurban Qurbanov isə Qarabağla müqaviləsi olduğunu bildirib. Ona görə də Sporting komandası müvəqqəti olaraq deməli, başqa bir məşqçi ilə müqavilə bağlayıb dekabr ayında. Amma şərt də bu şəkildədir ki, 6 ay üstə gəl 2 il. Yəni 6 ay ərzində həmin məşqçi özünü doğruldarsa, söhbət Ruben Amorimlə gedir. Ruben Amorim özünü 6 ay ərzində doğruldarsa, yaya qədər özünü doğruldarsa, onunla daha 2 illik müqavilə bağlanılacaq. Əks halda yayda Qurban Qurbanova Sporting komandası təklif göndərəcək. Hətta Sporting komandasının belə deyək, hal-hazırda Qurban Qurbanovla müəyyən mənada danışıqlar apardığı da bildirilir ki, yəni ehtiyatda belə saxlayırlar ki, yəni Ruben Amorimlə alınmasa, o zaman Qurban Qurbanovu transfer etsinlər. Yəni məsələ bu yerdədir. Qurban Qurbanovun getmə məsələsi ola bilər, Qarabağdan gedə bilər, amma Qarabağın da yəqin ki təklif olacaq Qurban Qurbanova. Qeyd edim ki, Sporting komandasının hazırda 3 illik müqavilə təklif etdiyi bildirilir Qurban Qurbanova və ilk ili üçün 6 milyon, ikinci ildə 8 və üçüncü ildə 10 milyon avro, ümumilikdə 24 milyon avro qazanacaq əgər Qurban Qurbanov bu təklifi qəbul etsə. Təbii ki, kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə bunlar deyilir. Həmçinin Elvin Cəfərquliyevin də adı Macarıstanın Ferencvaroş klubu ilə hallanır bildiyiniz kimi. Elvin özü də legioner həyatı yaşamaq istəyir. O bildirib ki, mən düşünürəm ki, bundan daha yaxşı Elvin ola bilərəm. Öz üzərimdə işləyirəm, çatışmamazlıqları aradan qaldırmağa və gələcəkdə Azərbaycanı yaxşı klubların birində, Avropanın yaxşı klublarının birində təmsil etmək istəyirəm kimi açıqlama verib. Ümid edək ki, tezliklə Elvin Cəfərquliyevi Avropanın böyük klublarından birində görərik. Bildiyiniz kimi Qarabağda yarpaq tökümü başlayır adlı xəbərlər dərc olunur. Ümumiyyətlə bir çox futbolçuların ayrılacağı ilə bağlı xəbərlər dərc olunur ki, bunlardan biri də məhz Kevin Medina idi. Amma Kevin Medina deməli Qarabağ rəhbərliyinə bildirib ki,
o heç yerə getmək fikrində deyil. 32 yaşlı futbolçu Qarabağda qalmaq niyyətindədir. Qeyd edim ki, ötən il Çaykur Rizespora keçməyə çox yaxın idi Kevin Medina. Son anda nəsə alınmadı danışıqlar, amma çox yaxındır. Bunu Qarabağ tərəfi də rəsmi olaraq açıqlamışdı ki, belə danışıqlar mövcuddur. Eyni zamanda qeyd edim ki, futbol agentliyi FIA Futbol məhz Kevin Medinaya, Kolumbiyalı futbolçuya yeni təkliflər sunmaqdadır. Amma bununla belə Chavezdən, Portuqaliyanın Chavez komandasından köhnə atların heyətinə qoşulan Kevin Medina Qarabağda yoluna davam etmək niyyətindədir. Tank ləqəbli futbolçu Qarabağın düşərgəsində 108 oyuna çıxıb və 2 dəfə qol vurmağı bacarıb. Dəyərli izləyicilər, Qarabağla bağlı xoş xəbəri sizin nəzərinizə çatdırım. Qarabağ rəhbərliyi və Qurban Qurbanov qərar veriblər ki, komandanı qoruyub saxlasınlar mümkün qədər və yeni transferlər reallaşdırıb ötən ilkindən daha iddialı komanda formalaşdırsınlar. Bu məqsədlə artıq Qarabağdan ayrılacağı deyilən Yasin Benziya ilə də müəyyən danışıqlar aparılıb və Yasin Benziyanı Qarabağda qalmağa razı salıblar. Qeyd edim ki, Qətərin Salal klubunun məhz Yasin Benziya ilə maraqlandığı və danışıqlar apardığı, hətta keçid üzrə olduğu vurğulanırdı. Amma mən də sizin nəzərinizə çatdırmışdım ki, inanmıram ki, Yasin Benziya Qarabağı qoyub Qətər əsas liqasından 2-ci liqaya düşmək üzrə olan bir komandaya, Salal komandasına keçid etsin. Salal komandasının ümumi transfer dəyəri heç 9 milyon deyil. Ola bilər ki, Qarabağdan bir qədər yüksək maaş təklif eləyər ki, Qarabağ komandası da yeni müqavilə üçün ondan da yüksək müqavilə təklif edəcək yəqin ki, Yasin Benziyaya. Performans baxımından da Qarabağda özünü yaxşı tərəfdən göstərir Yasin Benziya. Niyə də Qarabağ daha yaxşı maaş təklif etməsin? Salal heç Yasin Benziyanın özü üçün də uğurlu bir komanda seçimi olmazdı. Çünki hər halda Qətər çempionatında sonuncu pillərdən birini tutan və çox güman ki, ikinci liqaya yuvarlana biləcək bir komandada Yasin Benziya nəyə ümid edə bilərdi? Ona görə Yasin Benziya Qarabağda qalmağa qərar verib, dəyərli dostlar. Heç yerə getmir, bu xəbəri sizin nəzərinizə çatdırım. Dəyərli dostlar, bildiyiniz kimi Ramos'un adı bir ara Qarabağla hallandı. Məsələ o idi ki, Qurban Qurbanov sadəcə Ramos'la maraqlanmışdı. Bildiyiniz kimi klubsuz idi uzun müddətdir və Qurban Qurbanov maraqlandığı üçün sahiblər başladılar dərc eləməyə ki, Qarabağa gəlir. Daha sonra Fənərbağçaya keçidi yaxın idi Ramos'un, amma Sergio Ramos son anda fikrini dəyişib, Fənərbağçaya da keçməyib. Real Madridin əfsanəvi futbolçusu, bildiyiniz kimi PSG və daha sonra Sevilla karyerasından sonra bir neçə aydır ki, klubsuz idi və Meksikanın Monterrey klubuna keçməyə yaxındır Ramos. Onu da sizin nəzərinizə çatdırım. Yəni Qarabağ azarkeşlər tez-tez şərhlər bölümündə yazırlar ki, Ramos nə oldu? Mən də hər dəfə yazıram ki, Ramosdan ümumiyyətlə təklif göndərilməyib Qarabağ tərəfindən. Artıq arxayın ola bilərsiniz. Ramos Qarabağa gəlmir, Fənərbağçaya gəlmir, Monterrey klubuna gedir. Bu arada Türkiyə çempionatına söhbət düşmüşkən Fənərbağçanın əsas rəqibi Qalatasaray komandası transfer reallaşdırıb. Dünya şöhrətli futbol ümumiyyətlə də rəsmi şəkildə Qalatasaray tərəfindən təqdim və o bildirib ki, Türkiyəyə gəlməyimin tək səbəbi yalnız Qalatasaray ola bilər. Təbrik edək Qalatasaray azarkeşlərini. Məncə möhtəşəm transferdir. Uğurlar diləyək. Hər halda Türkiyə futboluna fayda versin. Bu arada Danimarka millisinin üzvü Manchester United-ə keçib. Söhbət Patrick Dorgu'dan gedir. İtaliyanın Lecce klubundan İngiltərənin Manchester United klubuna keçib. 20 yaşı var. Qeyd edim ki, Danimarka millisində o 4 oyun keçirib və 1 qol vurub. Çox perspektivli bir futbolcudur. Dəyərli dostlar, çox təəssüflə onu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Qarabağ komandası UEFA reyting siyahısında bir pillə geriləyib. 32 xalı olan Qarabağ komandası 66-cı pillərə qərarlaşıb. Qarabağı geridə qoyan komanda isə Danimarkanın Midtjylland komandasıdır. 32.750 xalı var. Digər Azərbaycan təmsilçilərindən Neftçi 8 xalla 181-ci, Zirə, Sabah, Sumqayıt komandaları 4 xalla 310-cu yeri bölüşürlər. Qəbələ və Şamaxı isə 3.925 xal ilə 329-cu yerdə qərarlaşıblar. Reyting cədvəlinə 138.5 xalla təbii ki, Real Madrid
başçılıq edir. Dünyanın ən yaxşı klubu Real Madrid.